Salam əziz dostlar və dəyərli izləyicilər, yeni videoda hər birini salamlayıram. Mənə bir çox suallar gəlir ki, xaricilərlə danışmaq üçün bizə məsləhət edə biləcəyiniz hansı mənbələr var? İstədim ki, bu mənbələr haqqında qısa bir məlumat verim. Ümumiyyətlə, xaricilərlə danışmaq üçün mənbələrdən əlavə olaraq sizin, necə deyim, hərəkətli olmağınız lazımdır. Yəni, hər yerdə xarici görəndə tam qaçaraq onunla danışmalısınız. Ümumiyyətlə, platformalarda xaricilərin mesajlarını görəndə, kommentarlarını görəndə onlara yazmalısınız. Məsələn, mən sizə adi bir primer çəkim ki, Harvard Universitetinin səhifəsinə daxil olaraq, oradakı kommentarlardan və ya da səhifənin müəyyən postların bəyəni listələrinə baxaraq, müəyyən qədər orada xariciləri tapa bilərsiniz və o xaricilərlə danışa bilərsiniz, ünsiyyətə girə bilərsiniz. Və əlavə olaraq da, əlbəttə ki, müəyyən saytlar var ki, o saytları da sizlərə məsləhət edirəm. Hansı ki, bu saytlar vasitəsilə siz qısa bir zamanda, necə deyim, inkişaf edə bilərsiniz. Bu saytların bəziləri pullu, bəziləri tam pulsuzdur. İstifadə edib yararlana bilərsiniz və aşağıda isə kommentarda öz dəyərli fikirlərinizi mütləq şəkildə səsləndirərsiniz.